Salamlar hər kəsə. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri istədim ki, dərsim bitmişkən sizlə imtahan necə ola bilər və həmçinin də nə tipli suallara biz hazır ola bilərik, təkrarlamalıyıq. Bu haqqda istədim ki, bir əlavə video çəkim. Əvvəlki video çox sevilmişdi. İstədim ki, bu imtahandan əvvəl də ayrı seçkili olmasın, 9 martda olanlar üçün də çəkilsin. Təbii ki, motivasiyamız eyni dediyim kimi davam edir. Başqa əlavə nələr edə bilərik? Biz bu haqqda danışaq. Deməli, imtahan suallarına gələndə bilirik ki, çox rahat düşmüşdü. Həddindən artıq rahat düşmüşdü. Sadəcə bu məni qorxudur. Niyə? Çünki 2 martda olanlar əmin idilər ki, hər tipli sual düşə bilər və psixologiyalarını ona hazırlamışdılar. Amma ki, bu 9 martda olanlar bilirlər ki, imtahan rahat olacaq. Onun bir rahatlığı var. Birincisi o rahatlığı neynilik qoyuruq kənara. Narahat olmamın səbəbi odur ki, insan rahat olanda diqqətsiz səhvlər daha çox eləyir. Ən azından demirəm həyəcanlanan imtahanda, amma ki, yenə də sualları boş buraxmayın da, diqqətlə yanaşın. Yəni nəzərə alın ki, bu suallarda sizin taleyiniz həll olur. Yaxşımı? Gəlin bir suallara baxaq, sonra nələr edə bilərik əlavə, o haqqda sizə məlumat verəcəm. Dinləmə eşitdiyimə görə çox aydın olub. Yəni ən arxada oturan belə, ən qabaqda oturan belə eyni sözü dedi ki, dinləmə çox aydındır. Birinci dinləmədən qorxmursunuz. Əksər hallarda monoloq düşür, amma o demək deyil ki, yəni imtahanda dialoq düşə bilməz. İkinci hissə topludan idi, səhv eləmirəmsə, yəni ola bilər ki, qarışdırım, yəni topludan düşmüşdü. Sadəcə paraphrase olunmuş, yəni biraz dəyişilmiş versiyada düşmüşdü. Amma bəzi sualları ortaq olduğu üçün birinci sizdən xahişim və tələbim topludakı olan bütün dinləmələri nə qədər yenidən baxsanız da yenidən bir nəzərdən keçirdirsiniz. Bu birinci şərtim. Dinləmə, mətnə də baxa bilərsiniz. Təbii ki, mətn çox rahatdır. Yəni mətnə heç bir tövsiyəm yoxdur. Mətn onsuz, yəni məntiqi IQ-su biraz bu qədər IQ-su olan insan, onsuz ki məntiqi olan insan yazacaq yəni. Həqiqətən yazacaq. Çox rahat, çox yəni qrammatikası halva, yəni nə bilim ibtidai sinif şagirdini də qoysan ora yazardı. Qrammatikasında demirəm hamısı asan idi. 2-3 dənə qəşəng suallar var idi. Deyəcəm hansılardır. Baxın, bir baxsam məndə səhv eləmirəmsə, ya A ya D variantı idi. Bax, tək isimləri seç deyir, düzdür. Çox ehtimal ki, tək isim düşməyəcək onda. Nə ola bilər? Düşə bilər ya cəmisimi tap, ki mən ondansa mənə elə gəlir ki, yerlikal düşə bilər. Çünki hər imtahanda yerlikal düşür. Modal feillər olduğu kimi düşəcək, yəni bu tipdə sual düşəcək deyə düşünürəm. Əsas məsələ fikir verin, orada have to-dan həmişə vurur. Heç o qədər rahat salıb ki, heç misal üçün haven't to falan da yazmayıb. Yəni rahat olacaq modal feillər. Passive voice-da nəyə fikir verin? Bu sual cümləsini dəyişmək rahatdır. Hansı məchul növdədir və ya da hansı cümlələr məchul növə çevrilə bilməz və bu tipli başlıqlarda olan suallara baxmağınız tövsiyə olunur. Çünki 9-lara elə sual düşmüşdü ki, məchul növdən heç 11-lərə elə həmin il elə tip çətin sual düşməmişdi. İnanmıram çox dərin suallar olsun ki, yəni grammarda bir dənə belə dərin sual yox idi 10-cu sualdan. Burada nə deyib? Reflexive pronoun düşüb. Əgər reflexive düşübsə, məncə reflexivin düşmə ehtimalı yoxdur. Təyinə vəziklərdən düşə bilər. Each'di, one'di, no one, none, all. Bu tipdə suallardan düşə bilər. Və yaxud da bu some, any, nobody bu tipdə, yəni rahat suallardan, misal üçün törəmələrdən sonra isim gəlməz, some, any'dən sonra gəlir. Bu tipdə sual düşə bilər. Diqqətli olun. Nida cümləsi olduğu kimi düşəcək. Nida cümləsini bəyəndi. Okay, keçdik 13-cü sualda. Çox rahat sual idi. Yəni 2 hours ago, bilirsən ki, ago-nu gördün, keçmiş sadə zaman. Misal üçün düşə bilər at that time, yesterday, dünən bu vaxtı, keçmiş davam edici düşə bilər. Ya sadə, tomorrow, gələcək zaman, now, davam edici zaman, at the moment, at present düşəcəyini belə düşünmürəm. Yəni, təbii ki, düşsə bilirik də, amma çox primitiv bir zaman olacağını düşünürəm. Heç uzlaşma belə verməyib. Əziyyət çəkib o cümləni mürəkkəbləşdirib zaman uzlaşması verməyib. Mən olsam verərdim. Neysə. 14-də baxıram. Bazen gördüm, müqayisə düşüb, düzdür. Dən düşməyə bilər. Dənin yerinə in the world və yaxud da inlə bağlı üstünlük dərəcəsi düşə bilər. Və yaxud da, belə deyim, vənin yerinə maç verə bilər. Elə hiss edirəm ki, maç düşəcək. Çünki hansı söz idi? To be good at, to be bad at. Hiss edirdim ki, o düşəcək. Uşaqları da trilyon dəfə soruşmuşdum. Sağ olsunlar, düz yazmışdı hamısı. Deməli, vənin yerinə maç olsa, maç biraz fikir yayındıra bilər. Maç gördüm, müqayisədir. Misal üçün, maç better. Yaxşı. Maçdan sonra adi dərəcə, for example, much big olmaz, much bigger olar.
Çox hecalı olsa much beautiful yox, much more beautiful olar. Yəni ona diqqət edirsiniz. Bəlkə düşdü. Hər ehtimala, yəni ağlıma gələnləri istədim sizdən təkrar eləyim. Həm bu mini təkrardır, həm də nə düşə bilər mənim düşüncəmə görə. Əslində olan mənim özündən danışır. Nəysə, elə hiss edirəm ki, nələr ola bilər, ondan istədim deyim sizə. Cümlə düzəltmə düşünürəm ki, make-up sentence eyni bu tipdə düşəcək. Yəni bağlayıcı ilə olan bir cümlə olacaq və yaxud da since sala bilər. Siz orada zəhmət olmasa, diqqət edin mübtəda xəbərin uzlaşmasına. Məsəl üçün he-yə aid olan bir şey xəbərdən bilə bilərsiniz ki, bu üçüncü şəxsin təkinə aiddirmi, yoxsa digər şəxslərə aiddir. Ona uşaqlar fikir verirsiniz, yaxşımı? Növbəti 16-cı suala baxıram. 16-da dediyim məsələ to be good at, to be bad at. Yəni düşünmürəm position of time ilə bağlı söz ön düşəcəyinə inanmıram. Amma ki phrasal verblərdən düşə bilər. Yer bildirən sözlər çox dediyim kimi düşünmürəm. Məsəl üçün to be good at, to be bad at düşməz. Depend on çox düşəndə, interested in, sonra suffer from, succeed in bu düşə bilər. Yəni ən çox işləklərdən başqa nə var? Bir də nə ürəyimə damıb, təki düşməz, biraz dərin sualdır. Dərin deyim də biz yəni onu öyrənmişik. Bəlkə 100 dəfə uşaqlardan soruşmuşam onu. Bəzi feillərimiz ki var, answerdir, visitdir, reply, sonra help idi. Bir dənə də olmalıdır, wish, okay. Bunlar feil kimi olsa özündən sonra to gəlməz, amma isim kimi arzu, nə bilim, mənasında, wish arzu mənasında, visit ziyarət mənasında və yaxud da digərləri. Çox uzatmağı xoşlamıram. Bunlar isim kimi işlənəndə özündən sonra to gələ bilir. Məsəl üçün, my visit to my grandma, nənəmə olan səyahətim. Və yaxud da deyirəm, nənəmi ziyarət etdim. I visited my grandma. Visit to my grandma deyə bilmərəm, çünki o xəbərdir. Yəni, feil olaraq özündən sonra to gəlməz, isim kimi gələr. Düşsə, bəlkə bu düşə bilər deyə düşünürəm. Və yaxud da özündən sonra to gəlməyənləri təkrarlayın. Enter, for example, ondan sonra to gəlmir. Buna da məncə fikir verməyiniz lazımdır deyə düşünürəm. Uşaqlar, mübtəda xəbər uzlaşmasında misal üçün this furniture vermiş, düzdür? Misal üçün ola bilər ki, tək isim verməsin, cəm isim versin bu dəfə. Cəm isim nə ola bilər? Misal üçün toplu isimlər verə bilər, cattle verə bilər, nə bilim, police verə bilər. Yəni toplu isim verib xəbəri cəm verə bilər. Sadəcə burada misal üçün will be-yə fikir verin. Will verər, be-si olmaz, gedib onu götürəsiniz. Həm təklə, həm cəmlə işlənir. Yox. Will-in be-si olmalıdır. Əgər ismi xəbərdirsə, onsuz ki bunun məntiqi çox rahatdır. Variantlara baxacaqsınız. 4 dənəsi ən azı heç olmuyor. 3 dənəsi tək xəbər olacaq. Bir dənəsi cəm xəbər olacaq. Biri də will olacaq, be-siz olacaq. Sən də biləcəksən ki, hansı azdır. Hə, tək olan təki götürəcəksən və yaxud da tərsinə. Yəni, bu məntiqi budur, həmişə öyrətmişəm, amma ki, yenə də fikir verin ismə. Mən düşünürəm ki, toplu isim düşəcək. Eyni tipdə sayılmayan isim verə bilər və yaxud da there is, there are verə bilər. Oflu birləşmə inanmıram. Hər ehtimala ofdan əvvəl bilirik ki, ofdan əvvəllə uzlaşır. Gerund heç inanmıram. Gerund versən, mübtəda kimi sən o xəbərini tək götürəsən, ona belə düşünmürəm. Yəni, o düşsə, haqsızlıq olar ki, yəni, bu qədər primitiv mübtəda xəbər uzlaşmasını imtahanda sizdə başqa cür verələr. Okay. 18-ə baxıram. 18 də çox rahat, yəni conjunction idi. Mən səninlə gələ bilmərəm, çünki məşğulam. Yəni, eyni bu tipdə düşəcək. Bəlkə burada zo, ozo, even zo sala bilər, baxmayaraq ki, mənasında nəsə bir şey ola bilər. Məsəl üçün, sinsi salmayıb ki, məncə sala bilər. Bilirik ki, bu Aptitude jurnalına düşmüşdü. Yəni, rahat olacaq conjunctionda. Sadəcə tərcümə primitiv onsuz sözlərdir, belə həddindən artıq çətin səviyyəli sözlər də yoxdur. Hər ehtimala bir xahişim olacaq sizdən sinonim sözləri təkrarlamaq. Orada annual sözü var idi. Annual sözü sinonimlərdən istifadə edib. Annual sözü nədir? Hər il deməkdir. Every year. Misal üçün, onu əvəz edib doğru variantlarda. O doğrudur. Son olaraq, misal üçün, 19-da baxacam. Ask düşübsə, expect düşə bilər, misal üçün. Bu made falan birinci, ikinci qruplar düşməyəcək, onsuz proqramdan çıxardılıb. Amma mən düşünürəm ki, ya expect ola bilər, sonra nə düşə bilər sizə? Mənə elə gəlir ki, ancaq expect feili düşəcək. Yəni, üçüncü qruplardan onsuz sadəcə nəyə fikir verin? Uşaqlara onu demişdim, bunu salıblar. Bu əslində qəşəng sualdır, nəyə görə? Çünki zamanlarla qarışıq veriblər. Sən zamanlarla qarışıq olduğu üçün və şərtdə də vermiş ki, bu kompleks obyekti. Onu qarışdıra bilərsən. Ona görə fikir versən, nöqtə-nöqtədən əvvəlki sözə. Görürsən ki, bu tamamlıqdır ki, gördüm burada hördə tamamlıqdır, avtomatik mürəkkəb tamamlıq. Ondan əvvəlki feil, onsuz ki, ancaq üçüncü qrup düşür. O olacaq to-lu feil axtar fisyo. Məsəl üçün, burada elə to bring idi, rahat idi. Sual cümləsi də eyni tipdədir. Mənə elə gəlir, eyni bu tipdə düşə bilər. Və yaxud da cost-la bağlı sual düşə bilər. Hansı ki, cümlədə cost varsa, biz do this does.
Do does did axtarıb. Bunu şey eləməyəcəm, silməyəcəm. Do this does olacaq uşaqlar. Başqası olmayacaq. Necə sözlərim aşırı uşaqlar. Özünüz də görə bilərsiniz ki, bir həftənin kəmnə müəlliməsi arasında çox fərq var. O qədər, yəni həyəcandan deməzdim də şagirdlərimə güvənirdim. Amma yenə də istər-istəməz məncə insafı olan müəllim şagirdlərində düşünəcək. Özündən asılı olmadan stres içdən yaşayırsan ki, görəsən necə olacaq. Ona görə çökmüşəm. Ona görə də həmçinin səsim də çöküb, üzüm də çöküb, üzülü sayın yəni. Amma yəni fikrimdə var idi çəkim, sadəcə vaxtım olmurdu dərslərimlə əlaqədar. Dedim bir gün bunu çəkim ki, sabah bəlkə bir gün çatdırsam bir gün, sabah da və yaxud da 8 mart münasibətindən qızlarıma hədiyyə olar. Əksər şagirdlərim bu arada səhv eləmirəmsə xanımlardır mənə baxanlar. Deməli, keçək dərsə təbii ki, bəsdir. Okey, baxıram 21-ci sualda. Bu Nasodo Naziadoya çox rahat düşüb. Görürsən ki, put məşhursa da gözümüz də həqiqətən bu katı, bu putu görməkdən bitər olub. Sağ olsunlar bizi əziyyətə salmayıblar. Gözümüz öyrəşən bir feil salıblar. Hə, putu gördük, bilirik ki, nədir? Keçmiş zamanda da, yəni nə edəcəm? Axtaracam, misal üçün orada didi. Görürsən ki, təsdiqdir, vəsə. Təsdiqdirsə də götürəcəksən təsdiqi, yəni solunu, tuğunu, olsonu, batalon cümlən inkardır. İnkarsa naizi aizə götürəcəksən, batalon cümlən təsdiqdir. Yəni burada fantastik bir şey yəni yoxdur. Mənə elə gəlir ki, düşsə bəlkə need düşər. Mən nəsə need hiss eləyirəm. Tək ki düşməsən modal feil kimi necə olur, əsas feil kimi necə olur? Düşsə ədalətsizlik olar. Yenə hər ehtimallar need-i təkrarlayaq. Have to, has to, had to-nu təkrarlayaq. Hansı ki, have to-da necə idi? Əstuda necə idi? Do does axtarırsan və yaxud da had to olanda did axtarırsan, ona fikir verməlisiniz. Və yaxud da özündən sonra participle to və yaxud da got gələndə artıq həmin feili axtarsan. Yəni have has desə have has-i, had desə had axtarsan. Məsəl üçün had got gördün, did yox, had axtaracaqsan. Bu nüanslara əziz şagird fikir verirsən. Yaxşı. 22-ci sual həqiqətən yanıb töküldüm. Yəni mən İqzim Target kitabından uşaqların gözünü tökə-tökə sinonimləri əzbərlətmişəm. Təbii ki, mənə təşəkkürümü bildirirlər. Çünki çox söz bazasını çox zənginləşdirir. İnsan edə bu sualı səhv eləyirsə, mənim o şagirdə bir dənə sözüm var, öküz vursun səni. Həqiqətən vursun özün boyda özdən. Ediləsi səhv deyil yəni. Tələsənlər, bax kim tələsirsə, bu imtahan onun üçün ideal imtahandır səhv eləmək üçün. Yəni antonim çox düşmür. Bəlkə antonim düşdü. Sinonim düşübsə antonim düşə bilər. Hər ehtimal sinonimləri təkrarlayın ki, antonimdə heç. Çünki sinonimin axıdı burada mətndə var. Mətndə image sözünü çox bəyəndim. Yəni o söz həqiqətən də soruşulacaq sözü idi. Yəni bu deməkdir ki, sinonimlərdən rahat olmayın. Yəni İqzim Target kitabında olduğu kimi o var idi. Sinonimlər lüğətidir axırda. Dinləmə mətn kitabıdır və sonda onun sinonimləri var. Və sinonimləri samballı sinonimlər olduğu üçün mən oradan şagirdlərimə öyrətmişəm. Mətn haqqında heç nə demirəm. Mətn çox rahat idi. Mətnin bir də tricky sualı var idi. To fix something that is broken, damaged or torn. Bax bunu inşallah rebuild və bir də nə idi? Repair sözü ilə qarışdıra bilərlər. O çox belə tricky sual idi. Onu bəyəndim. Amma ki, məntiqi olan şagird məncə deyilənə görə kimsə demişdi ki, hər ikisi doğru götürüləcək. Mən inanmıram. Çünki rebuild sözü yenidən nə isə konstruksiya etməkdir. Təmin etmək mənasında bütün, yəni qismən sinonim bəlkə olar da tam %100 sinonim deyil deyə düşünürəm. Ona görə mən götürmərəm onu. Yəni düşünmürəm doğru götürülsün. Mətndə elə fikirlər ola bilər ki, mətndə verilməyib. Bu IELTS nə idi o? Readingdə, IELTS readingdə 3 cür cavab var. Bir true, bir false, bir də not given. Misal üçün burada not given olanlar da, yəni verilməyənlər də onsuz doğru götürülmür. Yəni fikir yoxdursa onu doğru götürməyin. Düzdür, çox basic bir şeydir, amma yenə də dedim fikir verin. Elə uşaq var ki, deyir ki, o səhv deyil də axı doğru da deyil, öküz vurmuş, götürməlisən. Nəsə bugün biraz ciddi danışdım, amma özümdən asılı deyil uşaqlar. Yəni o müsbət enerjimi sizə ötürməyə belə enerjim yoxdur. Amma çox faydalı video olacaq deyə, yəni editləyib paylaşacağam. Çünki gözlərim yumulur. Belə, indi nələr fikir verin? Bir summarize edirik ümumi. Fikir verirsiniz. Have to, has to, had to-ya aid. Had to, bir də need-ə aid. Soda, nəzədoyədən test işlər. Bu bir. Yiyəlik al nəzərdən keçir. Son 20-30 sualına fikir ver. Düşə bilər ki, mən hiss edirəm ki, yiyəlik al düşəcək. Bu 2. Üçüncü olaraq dedim, nida cümlələrə bir bax. Ümumiyyətlə, ikinci hissə mövzularına bax. Bunu da belə-belə deyirəm. Bunu da öküz vursun. Sual cümlələr, interrogative sentence 100%. Yəni, hətta vaxtım varsa, bir 50 test işlə, axırlarından işlə yəni. Axır deməyim də ortalarından bir 30-40 dənə işləsən kifayətdir.
Artikel rahat düşəcək. Başqa nə tövsiyə edə bilərəm? Baxaq. Başqa tövsiyə edəcəyim bir şey, Soda Nazə Duaydan dedim. Yəni çox da dəhşətli şəkildə çətin imtahan olmadığı üçün, çox da rahat imtahan olduğu üçün məncə fikirlərim bu qədərdir və inşallah ki, dediklərimin sizə faydası olacaq. Nələrə fikir verməlisiniz. Rahat da olacaq imtahan, yəni heç narahatlıq da keçirməyin ki, ay 2 martdakı imtahan rahat idi, 9 mart çətin olacaq. Çox absurd bir fikirdir. Siz hazırlığa başlamazdan əvvəl yadınıza dinləmədən ağlayan şagirdlər ki var, imtahanda elə gözəl nəticə çıxartdılar ki, bir dənə 4-cü sual idi ki, onun cavabı uzun idi, ona yarımçıq yazan və yaxud da bir dənə də var idi. Manage to get education idi, səhv eləmirəmsə, oradan yarımçıq yazanlar var idi. Yəni o sözü saniyəsində elə sürətli deyirlər ki, maksimum fikrinizi, yəni fokuslayırsınız dinləməyə, xahiş edirəm. Yəni heç bir fikir, heç bir müəllimin sözü, o olur müəllimlər deyirlər, sən filan şey, mən onu çox əleyhinəyəm bu arada. Ki filan şey yazmasan gözümə görünmə, belə olma, elə olma. Sən o sözü deməyinə şagirdə daha da demotivasiya. Mən motivasiyanın tərəfdarı deyiləm, birinci onu deyim. Amma imtahan qabağı yəni də ehtiyac yoxdur demək ki, belə olsam belə olar, belə yazsam belə eləyərəm. Yersiz bir hədə qorxudur. O ancaq şagirdin necə deyim, motivasiyasını və ya hazırlıq səviyyəsini və yaxud da nəticəsini biraz da diminiş eləyər. Ona görə diminiş sözünün tərcüməsini deyərsiniz. Ona görə ehtiyac yoxdur. Əsas məsələ bilin ki, nəticə olaraq heç kim sizə heç nə deyən deyil. Olan olub yəni. Nə yazmısınız odur. Siz necə olsanız da bundan sonra o imtahan nəticəsi dəyişən deyil. Ona görə maksimuma fokuslanırıq. Sentyabrda falan. Bildiyim qədərlə həmin vaxtda imtahan sualları təhvil verilir. Yəni o vaxtdan təhvil verildiyinə görə görürsünüz ki, yeni salınan mövzular demək olar ki, yoxdur. Abituriyent jurnalı düzdür ondan sonra çıxdı. Amma ki, yəni gördüyünüz kimi yoxdur da. Ona görə narahatlıq keçirmirsiniz. Eyni tipdə olacaq. Yəni imtahanda onun stresini yaşamırsınız. Yaxşımı? Rahatlaşmayın. Dediyim kimi, əsas məsələ rahatlaşmırsınız. Nə qədər şagirdim, yəni bəziləri stressləndiyi üçün misal üçün 30 yaza bilərdim. 25, 26, 27 yazanlar olub. Düzü təbii ki, 30'larım da var. Maşallah olsun. Onu inşallah tam nəticələrini görəndən sonra, cavab kartını öz gözlərimlə görəndən sonra hamınızla paylaşacağam. Yaxşı yazanlarım çoxdur. 29.5, 29 dediklərinə görə 28, 28.5 maşallah 30'larım. 1 deyil, 2 deyil maşallah çoxdur. Deyib gözə gətirmək istəmirəm. Yəni gözəl nəticələr bal olaraq da maşallah çoxdur. Fəxr və qürur hissi ilə hamısını sizlə paylaşacağam. Problemləri nələrdə idi? Hansı ki, misal 300 balı qaçıranlar və yaxud da 250 plus yazanlar və yaxud da 250 plusa namizəd olub da 250-dən aşağı yazan şagirdlər. Mənimə gözləmirdi imtahan belə rahat olacaq. Ona görə həyəcanlandıq ki, imtahan rahatdır. Yəni nəyə görə həyəcanlanasan ki, imtahan rahatdır? Çox absurd bir fikir, amma mən düşünürəm ki, siz həyəcanınızı idarə eləsəz, çox gözəl, yəni maksimumda nəticə əldə eləmək öz adıma ingilis dilindən danışıram, çox rahatdır. Son saatlar üçün tövsiyəm bir də nə olar? Sözlər çox çətin düşmür, amma sinonimlər təkrarlayırsınız. Bir mənim özüm də paylaşmışam YouTube'da 500 sözdən ibarət. Hər ehtimal ona elə belə gözdən nəzərdən keçirilir. Amma mən həqiqətən belə suallarda işlənən söz səviyyəsinə baxıram. Yəni B1 level belə deyil də, yəni heç B1 deyil, strong A2. Declare falan belə sözlər var, hə biraz mətndə vəsə. Yəni başqa belə çox çətin və yaxud da qarışdırılacaq sözlər yox idi. Bir rebuild-lə repay-əni çox bəyəndim. Yəni bu tipdə çaşdırıcı triki sözlər yenə düşə bilər. Hər ehtimalda tələsmədən həmin abzasdakı bütün feillərə baxın və sözləri əvəz eləmədə də bizə sinonimlər lazım idi. Hə, bu burada. Burada nə qədər bal itirən şagirdlər oldu. Ay əziz şagird, ay öküz vurmuş şagirdim. Xahiş edirəm. Əgər sən sinonimləri dəyişəndə görürsən ki, mən birini dəyişə bilirəm, birini bilmirəm. Düzdür. O bilmədiyini yazmada nə olar? Kimsən barmağından tutur yazır. Sən birini düz dəyişirsən, ikincini səhv dəyişirsən, balın tam gedir 5.4. Niyə gedir ki? Çöldən tapmısan 5.4 balı. 2.4 balın havaya gedir. Sən əgər birini çox məntiqsiz bir meyarda, inşallah din bunu eşitsin, çox yersiz və IQ-su aşağı bir meyarlamadır bu ki, şagird 2 dənə sinonimi dəyişir. Birinci sinonimi dəyişirsən, birincini doğru, ikincini səhv dəyişirsənsə bal verilmir. Birini yazıb, birini yazmayanda bal verilir. Faktiki olaraq bu uşaq birini düz yazıb da, niyə bu uşağın balını kəsirsən?
yersiz bir şey olsa da deməliyəm sizə. Yəni tam əmin deyilsinizsə, bəlkə də bu fikrim, yəni imtahanda 2.7 balınızı qazandıra bilər deyə deyirəm. Əmin olmadığınız, yəni tam əmin olmadığınız deməyim, belə deyim də, məsəl üçün 30% doğru olma ehtimalı varsa sizə görə, onu yazmayın. Çünki balınız itəcək. Yaxşı, əgər olma ehtimalı sizə görə 50-60%-dən yuxarıdırsa ki, bu ola bilər, biraz əminəm, hə, onda yaz. Yəni onun peşmançılığını keçirmə də. Yəni 2.7 bal az bal deyil ki, sən onu itirəsən. Yaxşı? Belə, yekunlaşdırıram videonu. Hər birinizə bolluca uğurlar. Hansı ki, siz həqiqətən də yüksək yazmağa layiq tələbələrsiniz. Çünki imtahan, əslində qalanda imtahanın rahat olmağı o deməkdir ki, ballar qalxacaq. Amma ki, niyə də maksimumu yazmayasınız? Yəni ona fokuslanırsınız, dediyim şeylərə fikir verirsiniz, nüanslara. Yəni bu videoya axıra qədər baxmısınızsa, özünüzə borc bilin ki, dediyim hissələrə fikir verəcəksiniz. Belə. Hər birinizə bir daha uğurlar. Dediyim kimi, inşallah ki də gözəl nəticələrlə komment bölməsində mütləq şəkildə yazın ki, imtahanı necə yazdınız? Dediklərimdən düşəcək olanlar varmı? Bir də xüsusilə hansılar ki, keçmiş zamanda olanlar. Mən videonu sonlandırırım. Hansı feillərimiz ki, keçmiş zamana, indiki zamana eynidir? Onlara fikir verirsiniz. Dediyim kimi, xüsusilə passive voice-da sual cümlələrində fikir verin. Yəni, passive voice-un 2, 3-cü, 4-cü bölmələrində olan, yəni də passive voice ilk yox, ondan sonraki bütün bölmələrini, testlərini bir nəzərdən keçirməyiniz mütləqdir. Bu özünüzə hala baxırsınız, sual cümlələrini işləyirsiniz və complete the sentence-də həmçinin eyni tipdə düşəcək deyə düşünürəm. Heç o haqda danışmadıq. Heç o haqda sual düşmüşdümü imtahanda? Complete the sentence. Heç düşməmişdi. Complete the sentence-in düşmə ehtimalı var onda uşaqlar. Bir də elə buna da baxarsınız mütləq şəkildə. Yaxşımı? Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Daima dualarımdasınız. İnşallah ki də yaxşı olacaq. Bir sözüm var. Biz sizə güvənirik. Amma əsas məsələ odur ki, siz özünüzə güvəndinizsə nəticə gözəl olacaq və ən gözəli də sizə qismət olmalıdır deyə düşünürəm. Mütləq şəkildə yenə deyirəm, unutmursunuz. İmtahan necə keçdi bu haqda fikirlərinizi bölüşməyi və son olaraq bu videom sizin üçün faydalı oldusa, bəyənib videomu like etməyi və imtahana hazırlaşan abituriyentlərlə paylaşmağı unutmayın. Yes, dears, it's time to say goodbye and wishing you best of luck, and you just please don't forget that you deserve all the best in your life. See you, take care.